Salam, hər vaxtınız xeyir olsun. Səhər saat 6-dır. Oyanmışam çünki dünən mətbəxi silə bilmədim. Sadəcə toz soranladım, amma silə bilmədim, vaxtım olmadı. Başqa işlərimi gördüm. Ona görə dedim səhər tez durum mətbəxi də sileyim. Güllərimiz də görürsüz. Artıq quruyub tökülürlər, amma düzdür, üstündə təzələr də var, təzələr də açır, budur. Amma əsasən quruyub tökülürlər. Belə, indi pulu da sileyim. Heç kim oyanmamış, belə daha rahatdır. Heç kim olmayanda mənə daha rahatdır işimi görmək. Yaydı deyə qarpız yeyilir, nəsə meyvə başqa yeyilir, Sarada oturub yemir. Mən oturduram, bir də gəlirəm ki, Sara artıq ayaq üstədir, gəzir, əlində qarpız. Ona görə tökür yerə, yer şirə olur. Ona görə belə tez-tez silirəm. Dünən də soğanla kartuşkanı aldıq. Bunları yerinə qoymağa vaxtım olmadı yenə. Gecə idi deyə, ona görə. İndi bunlardan seçim. Birazdan götürüm mətbəxə qoyum. Qalanını aparacam. Sarayda qoyuruq biz ki, saray sərin olur. Xarab olmasınlar, cücərməsinlər. Özümə salat hazırlayıram, işə götürüm. İşə istəmirəm də nəsə yemək zat. Belə yüngül nəsə aparıram həmişə. Ona görə dedim belə pomidor xiyar salatı eləyim, çox qəşəng olur. Bir də pendir işlədəcəm. Pomidor, xiyar, pendir. Pendir. Bu yox. Pendir də işlədim. Bu dəfəki aldığımız pendir çox qəşəng dadı var. Adı nədir? Yataq İvanovka pendiridir. Çox qəşəng dadı var pendirin. İndi bunu hazırlayayım. Sonra da yumurta qoymuşam burada. Yumurta soğutma olsun. Səhər yumurta yeyəcəm ki, daha çox tox saxlasın məni günortaya kimi. Saat 1-dən sonra abed orada eləyirəm də evə gələ bilmirəm. Elə 1-ə kimi bu 2 dənə yumurta mən yeyəcəm. Bunu da pişirdim ki, bir dənə uşaqlar nəsə istəyərlər, onlar yesinlər. Saranın da burada kaşası var, düyü kaşası. Çox sevir düyü kaşasını. Dünən bişirmişdim. Dünən səhər də yedi, axşam da yedi. İndi də elə dedim, indi də istidim yesin ki, ac getməsin bağçaya. Bu da gülqəndlərdir. Uca məncə hazırdır. Çünki 40 gündən uca olar ki, qoymuşam. Düzdür, yadımda deyil nə vaxt qoymuşam. Amma iyun ayının ortaları idi. Elə 40 gün qaldı burada. Bəlkə də 40 gündən çoxdur. Belə oldu. İndi bunları artıq soyuducuya qoyacam. Sonra belə də lazım olanda işlədəcəyik.
Mənim dərsim bugünlük bitdi. Stolumun üstünü düzəldim ki, sabah gələndə səliqəli olsun hər şey. Burada da belə oyunlar var. Hərdən uşaqlar yorulanda başlarını qatırıq. Buraları düzəldirəm ki, səliqəli olsun. Oyunları da aparım, yerinə qoyum. Həm də sizə rəsm dərsimiz var, onu da göstərim, görün. Mənim qızlarım da oradadır, necə çəkirlər. Yolun kənarını uşaqlar. Yəni, düz səhvlərlə kənarda doğru aparırsınız. İndi bu isə neyinsən, ay Həsən? Təkrar sarı, bax, bu hissədə də sarı. Bax, bu hissəsini var. Bax, yanarlı. Evin kənarını, təkrar bir şahsının alt hissəsindən. Bax, videosunu səliyyəsindən. Çox səliyyəsiz. Mən bu səliyyəsizliyi ilə cibimizi götürə bilmirəm. Təkrar bunu götürəcəksə... Sabah bizdə kursda qağdalı parti var. Ona görə bu qağdalar istəyirəm bəzəmək. İndi deyəcəksiniz, bu necə bəzəmək istəyirsən? Bir video gördük, elə müəllimələrlə birlikdə baxanda bir video gördük. Orada qağdalını saç kimi eləyirlər, bu sapaq yerlərində, bu yarpaqlarını deyək. Eləyirlər. Belə nə bilim, saç kimi eləyirlər. İndi onu düzəldim, sizə göstərəcəm, görün necə maraqlıdır. Görək, inşallah ki, məndə də alınlar. Maraqlı gəldi, elə evdə yox idi, mağazindən aldıq. Dedim, 5 dənəsini eləyim, görüm necə alınır məndə. Bu da son. Saran yatırdım, elədim deyə gecə oldu, saat gecə 12-dir. Saranla eləyə bilmədim, çünki o götürmək istəyirdi bunları. Maraqlı alındılar belə. İndi sabahlarım dekorla birlikdə hamısını çəkib göstərərəm necə qəşəng görsənir. Bunları hələ gözdə düzəltmək lazımdır. Bir də nevizimka bura taxırlar, lap qəşəng görsənir, videoda elədi. Bəlkə kimin üçünsə bu lazımsız bir şeydir, amma belə bağçada ya kursda işləyənlər üçün də onlar bilirlər də belə bir partilər, tədbirlər keçirilir. O da qağdalı partidə olur, onda lazımdır belə şeylər. İndi biz də sabah qağdalı parti keçiririk kursda. Bunu da burası çürüymüş, görməmişəm. Bura açandan sonra gördüm da, bunu dedim belə dala qoyaraq görsənməsin. Kursda, bağçada işləyənlər üçün belə yəni eləyirik də, partilər keçirəndə uşaqlar üçün maraqlı olsun deyə belə fikirlər olur. Belə, sizlə də burada sağollaşım. İnşallah gələn vloqlarda görüşənədək sağ olun.